izahını vermeye çalışacağım. Sizden xahişim odur ki, videonun altından öz fikirlərinizi və ya videoya like atmağınızı sizdən xahiş edirəm. Demək ki, ilk öncə X ölkəsini tapacaq, daha sonra isə cədvəldə verilən ölkələr üçün ortaq cəhətləri müəyyən edəcək. Birinci, qrafit ehtiyatı ilə zəngindir. Günəşin zenitdə olduğu ərazi olmadığı ərazidən böyükdür. Tendasiyanın mənşəli düzənlik mövcuddur. Burada söhbət Hindistandan gedəcək. Yəni biz Hindistana aid olan xüsusiyyətlərlə e, ABŞ və Avstraliyaya aid olan e, deməli xüsusiyyətləri müəyyənləşdirəcək. Yəni ortaq. ABŞ-la Hindistan üçün ortaq cəhət nədir? Federativ inzibati ərazi quruluşuna malikdir. Bura kimi doğrudur. Hind-Avropa dili ailəsinə aiddir. Bu hissə də doğrudur. Ə, deməli, Hind-Avropa dili ailəsinin German dili qrupuna aiddir ABŞ. Hind-Avropa dili ailəsinin Hind-Arı dili qrupuna aiddir Hindistan. Və nəticə olaraq Hind-Avropa dil ailəsinə aiddir. Sonra B-yə baxaq. Daxili suları eyni sayda okean hövzəsinə aiddir. ABŞ-da 3 dənə okeana aiddirsə, Hindistanda 1 okeana aiddir. Bunu götürə bilmərik. Yəni eyni say olmaz. Biri üstü, biri 1. C-yə baxaq. Kömür ehtiyatı ilə zəngindir. G20 ölkələr siyahısına daxildir. Böyük dövlətlərdir və bunlar G20 ölkələr üzvüdür və ABŞ-da məsələn Apalac, Hindistanda da kömür ehtiyatları mövcuddur. Bu fikir bizə işimizə yarayır. Yəni C də doğrudur. Avstraliya üçün Hindistan və Avstraliya üçün ortaq cəhətə baxırıq. Qərb sivilizasiyasına aiddir. Əhalinin cins tərkibində kişilər üstündür. Avstraliya Hind sivilizasiyası, üzr istəyirəm. Avstraliya qərb sivilizasiyasına aiddir. Bu doğrudur. Amma Hindistan isə Hind sivilizasiyasına aiddir. Əhalinin cins tərkibində kişilər üstündür. Bu fikir Hindistan üçün keçərlidir. Avstraliya üçün isə qadınlar üstündür. Yəni bu variantda biz götürə bilmərik. Bir də təkrar edirəm. Avstraliya üçün burada qərb sivilizasiyası keçərlidir. Hindistan üçün isə əhalinin cins tərkibi, yəni kişilər üstündür. Bu Hindistana aiddir, bu isə Avstraliyaya aiddir. Və ümumi nəticə olaraq deyirik ki, bütün variantda yazılanlar hamısı bir-birinin oxşar olmalıdır. Biri əgər oxşar, digəri oxşar deyilsə, biz bu variantı götürə bilmərik. B-yə baxaq. Qədim platformaların olduğu ərazi var. Dəmir filiz ehtiyatı ilə zəngindir. Qərbi qat, şərqi qat, Makdonel, Hammersli. Bunlar hər ikisi də qədim platformalardır və dəmir filizi ehtiyatı ilə zəngindir. Bu da doğru bir fikirdir. Yəni biz B variantını götürürük. C-yə baxaq. Çi işıqlanma qurşağında yerləşir. Savanna seyrək, dəyişkən rütubətli meşələr təbii zonası yayılıb. Hər ikisinin birin şimal tropiki, birin isə cənub tropik xətti kəsir. Yəni nəticə olaraq hər ikisi iki işıqlanma qurşağında yerləşir və verilən təbii zonalarsa doğru bir təbii zonalardır. Ona görə C-ni də götürəcəyik. Deməli, sualımızın doğru cavabı A və C 1-ə götürəcəyik. Ş isə B və C. Yəni burada sualımızın doğru cavabı A variantı olacaq. Daha sonra növbəti sualımıza baxaq. Deyir ki, düzgün fikirləri müəyyən edin. Volqa çayının düşməsi Dunay çayının düşməsindən azdır. Volqa çayı təxmini olaraq başlayır 400 metrdən və mənsəbi isə gəlir -27 metrdə Xəzər dənizinə tökülür. Və bu -27 olduğu üçün bunlar arasında düşməni hesablamaq üçün nə edirik? 400-dən çıxırıq -27. 27-ni edir 427 metr. Ümumilikdə Volqa çayı 427 metrdir. Deməli, indi isə biz Dunay çayını hesablayaq. Deməli, Dunay çayı isə Almaniyada Şvarsvart dağlarından başlayır
Adından da göründüyü kimi dağıdırsa, təbii ki, bunların da təxmini hündürlüyü səhv edə bilərəm. Təxmini 1500 metr olmalıdır. Amma siz doğrusunu bilirsinizsə, rəy bölməsinə öz fikrinizi qeyd edə bilərsiniz. Hə, daha sonra 1500 metrdən başlayır, gəlir Dunay çayında Qara dənizə tökülür. Qara dənizə biz onları 0 metr kimi qəbul edirik və 1500'ü sıfırdan çıxanda edir 1500. Yəni Dunay çayının düşməsi isə təxmini olaraq 1500 metrdir. Yəni düşmə nədir? Mənbə ilə mənsəb arasında hündürlük fərqi. İndi Volqanın 427-dir, Dunayın isə 1500. Deyir ki, Volqa Dunaydan azdır. Təbii ki, bu fikir doğrudur. İkiyə baxaq. 135 milyon il əvvəl Vestiniz adalarından Böyük adalarına qədər tez su okeanın ərazisi olmuşdur. Bu olimpiyada düşmüş bir sual nümunəsidir. Bunu da doğru bir fikir kimi götürmüşdülər. Yəni 2 də doğrudur. Transpirasiya dəniz mərhələsi hesab olunur. Dəniz mərhələsi transqresiyadır. Amma transpirasiya isə nədir? Bitkilərdən buxarlanma deməkdir. Bu proses adlanır transpirasiya mərhələsi. Üzr istəyirəm, transpirasiya prosesi. Yəni 3 burada yanlış hesab olunur. 4-ə baxaq. Afrika materikinin şimal hissəsində fiziki aşınma cənub hissəsindən nisbətən daha azdır. Afrikanın şimal hissəsinə baxanda görürük ki, o hissələrdə daha böyük sahə tutduğu üçün məcburuq ki, bu ərazilərin götürək ki, fiziki aşınma daha çox olacaq təbii ki. Amma burada nə deyir? Deyir ki, fiziki aşınma cənuba nisbətən daha azdır. Xeyr. Böyük ərazi tutur şimal hissəsi, eyni zamanda səhra da orada çox olduğu üçün təbii ki, orada fiziki aşınma da çox olacaq. Az dediyi üçün bu variantı götürmürük. At paleozoidən başqa Azərbaycan ərazisində rast gəlinən bütün dövrün süxurlarının Naxçıvanda rast gəlinir. Bəli, alt paleozoy yalnız deməli Əsrikçay, Zəyəmçay hövzəsi ətrafındadır. Qalanları isə Naxçıvan ərazisində rast gəlmək mümkündür. Ona görə 5-i də götürəcəyik. 6-ya baxaq. Gərgəran kəndinin aid olduğu İnzibati rayon ərazisində yarımsəhra qurucu çöl iqliminə rast gəlinmir deyir. Yəni inkar edir. Dərslikdə verilib Gərgəran kəndi Lənkəran İnzibati rayonuna daxildir və İnzibati rayon olaraq da Gərgəranın Qızılağac ətrafında ərazisi olduğu üçün, yəni Lənkəranın Qızılağac körfəzi ətrafında ərazisi olduğu üçün orada yarımsəhra qurucu çöl iqlimi var. Amma burada rast gəlinmir deyir. Təbii ki, yanlış kimi bunu götürəcək. Sualımızın burada doğru cavab 1, 2 və 5. Doğru cavab Y variantında öz əksini tapın. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.